أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, her bir aile başçısı ve yaxud da ki, ailənin üzvləri, hər kəs buna çalışır ki, yaşadığı ev bərəkətli olsun, o ev xeyirli olsun. Orada istər gündəlik ehtiyacları və yaxud da ki, həmin evdəki əmin-amanlığın qaydasında olmasını arzu edir. Arzu başqa şeydir, gerçək başqa şeydir. Biz arzu edirik, amma bəzi işlər vardır ki, o işlərdən uzaq durmalısan ki, sənin evin bərəkətli olsun. Allah sənin evinə bərəkət yağdırsın. Ona görə də bugünkü dərsimizdə Allah rəhmət eyləsin tabeinlərdən olan Yahya bin Əbi Kəsir Hilliyyətil Əvliya kitabından bir sitat gətiriləcək ki, orada bu söz əslində Yahya ibn Əbi Kəsirin sözüdür, tabeinin sözüdür. Amma onun sözlərini Qur'an-ı Kərimdəki ayələrlə, Rasulullahın hədisləri ilə dəstəkləyəcəyik ki, sözün əsli mənasında o, bu sözü nə qədər doğru demişdi. Hilliyyətil Əvliya kitabında bir sitatı oxuyuram. Orada Yahya bin Əbi Kəsir deyir ki, Sələsətun la takunu fi beytin illə nəzəat minhul bərəkə əs-sərf vəz-zinə vəl-xəyanə. Üç şey vardır. Hansı evdə bu üçdən biri olarsa, o evdə bərəkət olmaz. Bərəkət o evdən çəkilər. İsraf, zina, xəyanət. Bəli. İndi bu çəkilmiş sitatın ətrafında biraz ətrafını genişləndirək. Yəni tam olaraq israf nədir, zina nədir, xəyanət nədir? Bunu ayələrlə də dəstəkləyək. Dəyərli müsəlmanlar, sözün əsli mənasında bu sözün 1400 ilə yaxın bu ümmətin içində danışılması və yerində olması göstərir ki, olduqca ağıllı və zəkalı sözdür ki, gəlib bugünə qədər çatmışdı. Çünki bu söz əslində Allahın ayrı-ayrı yerlərdə dediyi sözlərdir. Allah və Rəsulunun. Sadəcə olaraq bu sözü o da öz ağzından ifadə etmişdi. Dəyərli müsəlmanlar, həqiqətən də baxırsan ki, bəzi ailələr vardır ki, çaba göstərir, mübarizə aparır, çalışır, ehtiyaclarını ödəsin, amma nədənsə evdə bərəkət yoxdur. Çünki səbəblərdən biri israfdır. İsraf. İsraf nədir? Bir şeyi ehtiyac olandan çox istifadə edilməsinə deyilir. Yəni, yemisən, doymusan, amma yenə də bir şeyləri zayi edirsən. Bu israfdır. Və yaxud da ki, yeyirsən, yarısını tulluyursan gedir. Hətta su olsun. İçəcəyin qədər bardağa süz. Ehtiyacın qədər iç. Yoxsa suyu içdin və bardağın bir hissəsində su qalır, onu tulladın, getdi. Bax, bu israfdır. Əgər bu
bir ailədə daima vardırsa, yəni o evdə ailə üzvləri bu şeylərə nəzarət etmir. Yemək qalandan sonra baxarsan ki, zibilliyə yemək tullayırlar və yaxud da ki, heç kəs buna əhəmiyyət vermir, biri bir şeyi zayi edir. Birisi çörəyi kəsir, bir tərəfini yeyir, o biri tərəfini qoyur çöldə qurudur, xarab olur çörək. Halbuki həmin çörək dediyimizin, bizim bu günləri Fələstində körpə balalarımız onu qumun arasından seçib yeyirlər. Amma bugün evlərdə baxırsan ki, illaki uşaqları bəzi valideynlər elə ərkəyin böyəldir ki, o uşaq buna bir dış vurur, atır bir tərəfə. Bir şeyi yeyir, yarısını zay eləyir. Baxırsan ki, qapıda qalıb, xarab olurlar onlar hamısı. Sən bilginən, o uşaqdır, belə edir deyil. Bəli, o uşaqdır. Anası necə? Atası necə? Və yaxud da ki, evdə vardırsa babası, nənəsi necə? Onlar da mı uşaqdır? O uşaqla deyinmək lazımdır. O uşağı lazım gəlsə, həmən yeməkdən bir müddət məhrum etmək lazımdır. Ki, onun qədrini bilsin. Uşaqdır, başını tumarlayıb, eybi yox demə, o alışacaq israfa. Sonra qiyamət günü səni qınayacaq Allahın huzurunda. Ki, Allahım, bunlar məni belə böyütdülər. Düzdür, o söz onu xilas etməyəcək. Amma səni də qınayacaq. Axı, sən ki, böyüdün. Baxın, Allahın Resulü sallallahu aleyhi və səlləm bir gün məsciddə nəvəsi Həsən də yanında. Xurma var idi. Tökülmüşdü məscidin bir tərəfinə. O sədəqə xurma idi. Həsən az yaşlı uşaqdır, körpədir. Babasının əlindən çıxdı, qaçdı o xurmadan bir dənə götürdü, atdı ağzına. Allahın Resulü sallallahu aleyhi və səlləm şığıdı onun dalıca. Elə şığıdı ki, hətta Həsən radiyallahu anhu qorxdu uşaq. Uşaq qorxdu ki, babası belə qaçdı onun üstünə. Və iki barmağı ilə onun ordunu tutdu, ona dedi, xıx, 3 dəfə deyir belə. Yəni, onu ver, ağzından çıxart. Uşaq da onu çıxardır ağzından. Təzəcə atmışdı ağzına, silir, onu silir. İndi, yəni ki, ola bilər bu günləri biri düşünsün ki, ağzından çıxartdığı bir şey. Yəni, o dönəmdə nə bakteriyaların bu qədər çoxluğu var idi, yəni problem az idi bu mənada, infeksiya az idi, həm də ki, insanlar belə şeydən çəkinməzdilər. İlla ki, Resulullahın o gözəl, sevimli nəvəsi olsun. Ağzından çıxartdı, onu sildi, yəni əzməmişdi uşaq, yəni indicə ağzına atmışdı. Onu qoydu xurmaların üstünə, sonra başını tumarladı, dedi, mənim gözəl nəvəm. Sən bilmirsən ki, bizə bu olmaz. Bax, bir xurmanı, orada bəlkə 1 ton xurma var idi. Bir xurmanı belə uşağın ağzından çıxardıb atmadı kənara. Və yaxud da ki, olmazsa, uşaq belə olsa, onu nəsihət etmək lazımdır ki, olmaz. Yoxsa uşaqdır, eybi yox, uşaq alışacaq ona. Gedəcək, onun bunun malını yeyəcək. Və yaxud da ki, orada-burada hələ zay eləyəcək. Sonra deyirik, niyə evimdə bərəkət yoxdur? Çünki sənin evinə o bərəkəti göndərən Allah, sən onu düz istifadə etmədiyinə görə sənə qarşı qəzəblidir. Axı, Allah Subhanahu taala Qur'an-ı Kərimdə bizə dəfələrlə buyurmuşdu ki, onlardan biri də Əl-A'raf surəsi 31-ci ayədir. وَكُلُوا وَشْرَبُوا وَلَا تُسْرِفُوا إِنَّهُ لَا يُحِبُّ الْمُسْرِفِينَ. Yeyin, için, amma əsla israf etməyin. Çünki o, yəni Allah, israf edənləri sevməz. Əl-A'raf 31. Hələ digər yerdə isə, israf edənlər şeytanların qardaşlarıdır demişdi. Subhanallah. Şeytanın qardaşı, sən öz övladını şeytanın qardaşı kimi yetişdirirsən,
etməyin, dəyərli müsəlmanlar. Evinizə gələn məhsulun, qırıntılarının belə qiymətini bilin. Əgər çörək süfrəyə və yaxud da stol üstünə çörək qırıntıları tökülürsə və yaxud da ki, çörək qabında çörəyin qırıntıları ora tökülürsə, inanın ki, evin böyükləri, uşaq düzdür, ola bilər onları eləməsin, amma sənə baxıb öyrənəcək. O qırıntıları da ovucuna yığ, onu da ye. Onu da ye. Qoy uşaq özü indi etməsə də, o gözünün önündə olsun ki, mənim anam, mənim atam çörəyin qırıntısını belə atmazdı. Bax, o uşaq haçansa bir şeyi yesə, amma insandır da, ola bilər ki, daha yeyə bilmirsə, o heç vaxt onu tullamayacaq. Ən azı aparıb onu elə yerdə qoyacaq ki, onu heç olmasa quşları yesin. Yəni, qədrini biləcək. İstər konfet olsun, istər digər qidalar olsun, istər içkilər olsun. Zay etməyin. Hətta oruç tutan adam yemək yeyirdi, birdən azan səsini eşitsə, Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, əlinizdəkini atmayın, onu yeyin, şeytana yedizdirməyin. Deməli, sən yeməsən, onu tullayacaqsan, sən yemisən, onu başqası yeməyəcək axı. Mizazı da götürməyəcək. İndi olur, insan var, bunu mizazı götürür, yeyə bilir. Amma əksər insanlar yeməyəcək, o zay olur, gedir. Başqasının qırıntısıdır deyə. Bax, gör israf nə qədər qorxuludur ki, Allahın Resulü sallallahu aleyhi və səlləm azan gedərkən onu ağzına atmağı icazə vermişdi. Ki, təki yerə atma, o bərəkətdir, onda bərəkət vardır. Bəli, dəyərli müsəlmanlar, evlərimizdə israf etməyək. Bir şeyi alanda da o qədər alaq ki, bizə lazımdır. Pulum var, eybi yox, qalar tullayaram, gedər. Demə, Allah səndən alar bərəkəti. Sonra bir gün nə qədər çaba göstərərsən, geri qaytara bilməzsən. Bu mümkündür. Bəzi insanlar elə başa düşür ki, mən bir yerdə səhv eləyirəmsə, bəla gələndən sonra səhvimi düzəldən kimi bəla da düzəlir. Düzəlmir bəzən. Bəzən uzun çəkir. Allahın imtihanlarıdır. Ona görə gəlin məhsullarımızı israf etməyək. Qidalarımızı israf etməyək. Qoy süfrəmiz bərəkətli olsun. Evimiz bərəkətli olsun. Bax, birinci məsələ israf idi. Sonra burada qeyd edir zina. Deməli, bu üç sayılandan biri o evdə varsa, o evin bərəkəti gedəcək. Deməli, sən ola bilər, israf etmirsən. Övladlarını da öyrətmirsən, israf etmirsən. Baxırsan ki, bəzi evlərdə evin kişisi zinakardır. O zinakar cahil, o zinakar etdiyi zinaya görə dəhşətli peşiman olacaq o şəxs, halal evinin, halal ailəsinin bərəkətini məhv edir. O evdə yaşadığına görə, o süfrədə yediyinə görə, o soyuducuya əlini uzatdığına görə Allah o evin bərəkətini çəkir. İndi deyək ki, o birilərinin günahı nədir? Bəli, bu bir ailəyə gələn bəladır. O ailənin içində yaşayırsa, bax, o ailədə bərəkətsizlik olacaq. Özü də bərəkətsizlik hökmən deyil, qida barəsində olsun. Ola bilər ki, yeməkləri artıqlaması ilə var. Səadət bərəkəti yoxdur. Sevinc bərəkəti yoxdur. O evin içinə girdikdə insan sıxılır. O evin içindəki ailə üzvləri hamısı kədərlidir. Çünki bərəkət yoxdur. Bəziləri bərəkəti hökmən yeməkdə görür. Xeyr, yemək bəlkə də onların axırıncısıdır. Ən mühüm olanı qəlb rahatlığıdır. Ən mühüm olanı sevincdir, sevinc. Ailələr vardır ki, yeməyə sabaha heç nə yoxdur. Bugün bir şey tapıblar. O bir şeyi bugün elə sevinclə yeyirlər ki. Amma insan vardır. Soyunu kökünü yedirdəcək qidası vardır.
Amma sevinç yoxudur. Ona görə də dəyərli insanlar, zina edib, evinizə gəlib, o evinizin bərəkətini məhv etməyin. Hələ sənin çəkəcəyin əzabdan danışmırıq. Allahın sənə qarşı nifrətindən danışmıram. Hələ evinin bərəkətindən danışıram. Evinin bərəkətini çəkmə. İlla ki, gənclərimiz, valideynlər, övladlarınızı nəzarət edin. Övladlara nəzarət edə bilməzsən gözlə. Tərbiyəsi ilə məşğul ol. Onları daima gecə və gündüz Allah ilə qorxudun. Ayrılıqda da gecə və gündüz Allaha dua elə. Allahım, mənim namusumu qoru. Övladlarımın namusunu qoru. Qoy Allah da qorusun. Allaha da yalvar. Özün də nəsihət et. Sən nəzarət edə bilməzsən. O bir yerdə xəlvətə düşəcək. Bildiyini eləyəcək. Amma sən onu qorxutsan, Allahla qorxutsan və yaxud da ki, övlad sənindir, bilərsən hansı metodlarla, nədən qorxur, o usullarla istifadə edin. Övladlarımız belə şeylər etməsin. Onların da gedib belə iş görüb gəlməsi həmən evin bərəkətini məhv edir. Allah qorusun. Burada üçüncü məsələ xəyanətdir. Xəyanət. Xəyanət nədir? Xəyanət verilən sözün tutulmamasına deyilir. Yəni, bəzi insanlar xəyanət dedikdə elə zənn edir ki, yəni, qadın həyat yoldaşına xəyanət elədi və yaxud da ki, kişi öz ailəsinə xəyanət elədi zina barəsində. O, bunlardan biridir. Hər nədə xəyanət vardır, hər nədə. Misal üçün, Qafir surəsi 19-cu ayədə Allah subhanət hala buyurur ki, يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ Allah gözlərin xəyanətini bilir. Allah gözlərin xəyanətini bilir. Gözlərin xəyanəti. Deməli, gözün də xəyanəti var. Gözün xəyanəti nədir? Ona aid olmayan şəxslərin aid olmayan hissələrinə baxması. Tutaq ki, qadındır, naməhrəm kişinin bədən ehtiras üzvlərinə baxır, bədəninə baxır, əzələlərinə baxır, onun gözəlliyinə baxır. Bu, gözün xəyanətidir bu. Və yaxud da kişidir, başqasının namusuna göz dikib, gözü ilə baxır. Bax, o gözün xəyanətidir. Dilin xəyanəti danışmaqdır. Danışılmayan sözləri danışır. Ona sir verilmişdi, o sirri gedir açır, xəyanətdir. Bu sirrə xəyanətdir. Və ilaxır. Və ilaxır. Yəni, bunun çoxdur. Çünki Allahın Resulü sallallahu aleyhi və səlləm bir hədisdə buyurmuşdur ki, Əyətül münafiq thələsun. İzə həddəsə kəzibə və izə vəədə xələfə və izə utəminə xanə. Münafiqin əlaməti üçdür. Danışanda yalan danışar, vədə verər, xilaf çıxar, əmanət verdikdə xəyanət edər. Yəni, əmanəti istifadə edər. Biri ona pul verib saxla, xərcləyib. Sonra onu istəyəndə deyir, ehtiyacım oldu, xərclədim. Verərəm sonra. Bax, bu xaindir, xəyanətkardır. Belə xasiyyətli insan evimizdə varsa, evimizin bərəkəti gedəcək. Söz verir, əməl etmir. Sözünün üstündə durmur. İnsanların malını, dövlətini yeyir. Və sonra da özü də dövrümüz elə bir dövrə gəlib çatmışıq ki, bu cür insanları bəzən insanlar tərif edəndə gülərək tərif edir. Deyir, filan kəs yaman ayıq adam diyor. Elə ondan bundan onu atır, buna atır. Fırladır da təhər eləyir, yaşayır. Subhanallah, o yaşamır, o sürənir. O alçaq xasiyyətli insandır. O insana heç vaxt etibar etmə. Hökmən sənə xəyanət edəcək. Bu onun xasiyyətidirsə, o buna vərdiş etmişdirsə, tövbə etmədikcə ona inanma. Bu işinə görə göz yaşı tökmədikcə ona inanma. O xəyanət edəcək. Ona görə də xəyanət budur. Misal üçün, Allah subhanət hala
Qur'an-ı Kərimdə iki peyğəmbərin həyat yoldaşının onlara xəyanət etdiyini də demişdi. Ki, onlardan biri Nuh əleyhissalamdır. Ki, onun yoldaşı ona xəyanət etmişdi. Yəni, zina etməmişdi, əstəğfirullah. Bir nəbi dəyyus olmaz. Ailəsi gedib xəyanət edir, bu da ailə olaraq qalıb. Xeyr, evin sözünü gedib başqa yerdə danışırdı. Bir də Lut əleyhissalamın zövcəsi. Evin sözünü gedib başqa yerdə danışmışdı. Ki, bizim evimizə qonaq gəlib. Yerli xalq da düşündü ki, qonaq gəlib, oğlan uşaqları, onların da xarakteri oğlanbazlıq və yaxud da ki, qadınların bir-biri ilə yaşaması. Yəni ki, eyni cinslərin bir-biri ilə yaşama adətləri var idi. Gedir xəbər verir ki, bizim evimizdə 3 dənə oğlan uşağı gəlib. Halbuki bunlar mələk idi. Yəni onlara təcavüz etmək olmazdı. Onlar məhv etdilər. Elə 3 dənə mələk məhv etdi bütün onların yaşadığı şəhəri. Deməli, xəyanət etdi, neynədi? Evin sözünü getdi qıraqda danışdı. Dəyərli xanımlar, sözümüz əsasən daha çox xanımlarda olan problemdir bu. Evin sözünü kənarda danışma. Ailəndə baş verənləri kənarda danışma, evinin bərəkəti gedər. Sən haqlısan deyə danışmaqda haqlı deyilsən. Haqlısansa, bəli, əllərini qaldır, dərdini Rəbbinədir. Ey Rəbbim, məni yersiz incidirlər. Allah ilə danış, insanlarla danışma. İnsanlar sənə yardım etməyəcək. Maksimum insanlar da o sözü səndən alıb, gedib orada, burada danışacaqlar. Biraz da sənin ürəyin sakitləşəcək ki, qoy bunu tanısınlar. Halbuki, insan elə məxluqdur ki, tanısa da, əgər işi ondan keçirsə, onlar ona qarşı pis olmayacaqlar. Sən yenə də tək qalacaqsan. Amma sən dərdini Rəbbinə desəydin, sənin Rəbbin sənin dərdinə çarə edərdi. Və beləliklə də sən yanlış ünvanda, yardım axtaranda evinin bərəkəti gedir. Evin sirrini qıraqda danışmayın. Evdə baş verənlər evdə qaldı. İlla ki, həyat yoldaşından olan şeyləri danışma başqalarına. Hətta anana belə danışma, əgər o evdə yaşamırsa. Anana belə danışma. Çünki o evin sirridir. İbrahim əleyhissalam öz oğlu İsmailin evinə qonaq gəldikdə, İsmailin həyat yoldaşı ona şikayət eyləyir. Deyir ki, İsmail gedir günlərlə ova, evdə azaz tapılır. İsmail əleyhissalam evə gec gəldi deyə, yəni ova çıxmışdı da, ova da çıxan bir neçə gündən sonra gəlir. Atası qalmır evdə. Amma o gəlin də bilmir mənim qaynatamdır, ha, bilmir qaynatamdır. Gəlib ki, İsmail evdədirmi? Görür evdə deyil, o elə oturur çöldə. Gözləyir, görür ki, gəlmədi, o qayıdır, gedir. Qayıdır, gedir. Gedəndə o qadına deyir, İsmail gəlsə, ona məni nişan verərsən, deyərsən ki, belə bir adam gəlmişdi. Dedi ki, qapısının girişini dəyişsin. Qapının girişini dəyişsin. Qadın da başa düşmür və onu İsmail əleyhissalam evə qayıtdıqdan sonra deyir ki, bir nəfər gəlmişdi, səni istəyirdi. Çox gözlədi, bir gün gözlədi səni. Gəlmədin, axşam o çıxdı, getdi. Dedi, necə adam idi? Onun nəmnişanını dedi. Uzun saçları var idi, uzun saqqalı var idi. Ağappaq saqqalı var idi. Çox gözəl nurani siması var idi. Çox qoca idi. İbrahim əleyhissalam ağlayır. Deyir, o mənim atamdır. Atam mı gəlmişdi? Dedi, hə, o səni gözlədi, sən gəlmədin, o getdi. Və sonra deyir ki, amma o gedəndə bir söz dedi. Deyəsən, onun üçün gəlmişdi, nə idisə. O dedi ki, İbrahimə, İsmailə deyəsən ki, qapının astanasını dəyişsin. İsmail əleyhissalam
ayılır, gözləri böyəlir. Deyir, Subhanallah, sən ona nəsə demisən, qadın qorxur. Deyir ki, nə olub ki? Deyir, ona nəsə demisən, deyir, yox. Deyir, yox, sən ona bir söz demisən, onu de. Nə demisən ona? Dedi, heç biraz şikayət elədim. Dedim ki, İsmail də evdə gez-gez tapılır. Dedi ki, atam mənə bunu nəsiyyət eləyib. Qadınıvı düzəlt. Qadınıvı düzəlt. Evin astanası deyir ona, qapının astanası. Yəni, evdə olan sözü qapıdan çölə çıxartmasın. Baxın, dəyərli müsəlmanlar, görürsünüzmü, necə də hikmətli söz. Yəni, evin sözü çölə çıxmaz. Nə olsun atasıyam? Nə olsun atasıyam? Heç o bilmirdi ki, atasıdır. Bilmirdi atasıdır. Deməli, hər kəsə danışırsan sən. İsmail əleyhissalam ondan ayrılır bu hərəkətinə görə. Yəni, bu mövzu bizə lazım olan hissəsi budur ki, yəni, evin sirri evdə qalmalıdır. Evin bərəkəti gedər. Evin bərəkəti gedər. Sonra deyirsən ki, evimizdə bərəkəti yoxdur. Amma həyat yoldaşımın sözünü qıraqda danışırsan. Və yaxud da ki, indi kişilər daha bəttər olub qadınlardan bu məsələdə. Baxarsan ki, kişidir, dostları ilə oturub evinin dərdini danışır. Subhanallah, bir kişi evinin dərdini dostuyla mı danışar? Olmaz ki bu. Doğru deyildir bu. Axı o evin böyüyü elə sənsən. Bir var ağıl alasan birindən, o başqadır. O mümkündür, ola bilər. Praktikalı birinə, yaşlı birinə dərdimi danışasan ki, mən bu durumda nə idim? Amma dərd olaraq danışmazlar. Çarə axtara bilərsən birindən. Yoxsa gedib insanlara dərdini niyə danışırsan ki? İnsanlar kimdir ki? İnsanlar nə edə bilərlər ki? Allah ol dedikdən sonra. Ona görə dəyərli müsəlmanlar, evimizdə israf etməyək, zinakar olmayaq və xəyanət etməyək. Sözümüz bütov, düzgün, dürüst insan ol. Gör Allah sənin evinə necə bərəkət verir. Allah subhanət hala bizi eşidib faydalanan qullarından etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.